Değerli izləyicilərimiz, əziz abituriyentlər, bugün sizinlə mövqeli və mövqesiz say sistemlərinə aid bir sıra qaydaların təkrarına baxacağıq. Əvvəlcə mövqesiz say sistemləri qaydalarına baxaq. Mövqesiz say sistemlərində hər hansı bir mərtəbəni formalaşdırmaq üçün toplama və çıxma qaydasından istifadə olunur. Məsələn, mövqesiz say sistemi yazaq. Mövqesiz say sistemləri nümunə əvvəlcə yazaq. 1, 5, 10, deməli, 50, 100, 1000, 500 bu şəkildə yazdıq. Hər hansı bir mərtəbəni formalaşdırmaq üçün toplama və çıxma qaydasından istifadə olunur. Əgər böyükdən əvvəl kiçik gələrsə, bu zaman çıxma qaydası tətbiq olunur. 1000 çıxılsın 100 bərabərdir 900. Əgər böyükdən sonra kiçik gələrsə, bu zaman toplama qaydasından istifadə olunur. 1000 üstə gəlsin 100 bərabərdir 1100. Böyükdən əvvəl bir ədəd kiçik gələ bilər. Böyükdən sonra, yəni 3 ədəd kiçik gələ bilər. Yəni hər mərtəbə üçün 3 ədəd kiçik ədəd gələ bilər. Mövqeli say sistemlərində mövqeli say sistemlərində ədədlərin müqayisəsi bu şəkildədir. Əgər ədədlər eyni formada yazılıbsa, əsası ən böyük olan ən böyükdür. Ta ki, məsələn, yazılıb ki, 37 6-lıq, ta ki, 37 8-lik, 37 10-luq şəklində yazılıbsa, əsası ən böyük olan ən böyükdür. Yəni, əsası da bu kiçik olan ən kiçikdir. 37 6-lıq kiçikdir 37 8-likdən, o da kiçikdir 37 10-luqdan. Sonraki növbəti qaydamız. Əgər bir-birinə bərabər olan ədədlər müxtəlif say sistemlərində verilibsə, yazılışca kiçik olan əsası ən böyükdür. Buna baxırıq. Yazırıq bu şəkildə. Ta ki, 32A bərabərdir 40B-yə, o da bərabərdir 20C şəklində verilibsə, yazılışca ən kiçik olan ən böyükdür. Yəni, 20C böyükdür 32A-dan, o da böyükdür 40B-dən. Sonraki qaydamız. Əgər ədədlər müxtəlif say sistemlərinə verilibsə, əsası böyük olan ən böyükdür. Ədəddən söhbət gedir. Ta ki, 7, 16-lıq, 7, 10-luq və ta ki, 7, 8-lik verilibsə, bu zaman əsası ən böyük olan ən böyükdür. Amma biz rəqəmdən söhbət gedirsə, əgər rəqəmlər bütün say sisteminin bazı rəqəmidirsə, onda fərq yoxdur. Yəni, ta ki, 7, 8-lik, ta ki, 7, 10-luq, 7, 10, 6-lıq bazı rəqəmidirsə, onda onlar bir-birinə bərabərdir. Bu qaydalar say sistemlərində bizə misal həllərində çox lazım olur. Ona görə də bu qaydaları qeyd dəftərinizə yazmağı sizə tövsiyə edirəm.